Bizimki budur. O heç nəyə fikir vermir. Mən nə qədər istəyətdim axşam bu profillə. Görən göbəkli yaduza düşür. Girib orada da deyəcəkdim ki, yığışdır bu komediyanı. Zəng elədim, deydim. Məcbur, qoşmadı. Nə qədər istək tap qoşmadı ki, mən orada deyəm. Məcbur zəngdə dedim. Yenə deyirəm, nə qədər biz tərəfdən ora pis yazıb, nə qədər biz yığışıb ora hamımız gedib etiraz eləsək, yenə pul atılır, yenə atılır. Mən orada yazanları görürdüm, hamısını dənə-dənə oxuyurdum. Mənim canlımda olan adamları da gördüm orada. Bəziləri mənim canlımda olanlar kömək eləyirdilər. Adlar gəldikcən deyəcəm, tanıyıram kimləri. Bəziləri ancaq ki, mənim ürəyimdən keçənləri yazırdılar. Yazırdılar. Başa düşmədim. ATV-yə hamımız çıxmışıq. Salam. ATV-yə hamımız çıxmışıq. Siz basıb yiyəcəksiniz TikTok-u. Biri hədiyyə ilə durur solu qoyur Azər. Ay uşaqlar, ayaq üstə qalmışam. Tak, 3 dənə tac gəldi. Səhərdən axşamacan 50-60 manat rahat Azərin cibində pulu var. Cəmaat 30 manat qazanan bir günə. O birilər də kartla. Bizdə heç quru söhbət. Bacarırlar. Azərlə Aslanın bu günə qədər TikTok'dan yediyi pulu hesablasın, strelkanı qırıb. Strelkanı qırıb qaqa. Bilirəm, hər şeyi gözəl bilirəm. Hər şeyi gözəl görürəm. Sizin kimi, siz nətər görürsünüz, mən hamısını görürüm. 2 manat pul gəlmişdi birinci başlayanda. Salam axşamınızı. 2 manat oldu 200 neçə manat. Mən inanmıram hamilə olmaq söhbəti, qətim mən inanmıram o söhbətə. Ancaq ki, bir dənə şey deyə bilərəm ki, dəhşətli dərəcədə loxlar çoxdur. Bir dənə gəlsinlər, kim ki mənə etiraz eləyir sözümə, gəlsinlər bir dənə bura desin ki, mənlə sən lox. Dəhşətli dərəcədə lox çoxdur. Lox çoxdur. Mən bir dənə bunu deyəcəm, pis o. Qardaş, budur. Nabat yaxşıdır. Əlbəttə yalan söhbətdir. O pul atanlar var ha. O pul atanlar. O pul atanlar. Mən araşdıraram. Onlar hamısı acından ölənlər. İmkansızlar. Günü 20 manata qab yuanlar. Hesablasın onun içində 1-2 dənə güclü imkanlı adam taparsan, o da elə özünə görə güclü imkanlı deyil. Elə biraz güngül imkanı olan. Qalan hamısı zülmə işləyənlər idi, axşam atanlar. Çünki onların başları çatmır. Elə onlar kasıbçılığa nətərsə layiq deməyim, məhkumdular. Sən nə yanırsın, niyə yanırsan və bas keçsin canlıdan, at onu səssisə. Sənin qısa cavabım budur, başa düşdün. Bircə dənə, məsəl üçün, mənə protif olan adam var. Bircə dənə mənə protif olan adam var. O da... Axşamın xeyrə, qaqa. Sağ ol, sağ ol, sağ ol. Axşamın xeyir olsun. Dedim, mən də oradaydım. Mən qalxdım özüm o profiluna, canlıya. Dedim, pulu nəyə yığırsan? Dedi ki, uşağa. Dedim, uşağın neçə aylıqdır? Dedi, 1 aylıq. Dedim, 1 aylıq uşaq üzr istəyirəm. Yadıma düşür, bu xanıma halal olsun, qeyrətli qadındır. Səsindən tanıdım, düz deyir. Düz deyir, bu qoşulmuşdu. Hansı doktor sənə demişdi? Dedi ki, uşağın üzr istəyirəm, açılma. 1 aylıq uşağa dedim ki,
qoyunlara üzr istəyirəm. Pul atanlara deyirəm ha, estağfurullah. Əcəb eləyirsən, üzr zat istəmə, düz danışırsan, de. Pul atan qoyunlar, pulunuzu atmayın. Günü Ha. 15 gün var da işləyirsin. O yanında oturur, oradan qız belləyir. Başım ağrıyır. Yalan danışır, onun başım ağrıyır. Qurulmuş planın qurbanlarısınız. Burada əgər o tərəfdən gedib atıb gəlib burada oturub sakitcə mış kimi baxanlar var ha. Siz qurulmuş planın ömrü tək ona aid eləmir, amma onun timsalında çox adamlar var. Şəklə bir söz deyin. Siz qurulmuş planın ay bədbəxtlər, qurbanısınız. Ki, puluma at. Nə mən demirəm at. Biz deyirik ki, pulu zulmla qazanırsınız. Atmayın. İndi də ölənə kimi uşaq deyəcək, üzr istəyirəm, açıldı da. Bağışlayıb deyəcək qadınla, hamı da atalar da bilir. Bir aylıq uşağa hər Bilmirəm neçə yaşın var. Bundan sonra mikrofonu qoşaq, bax bundan sonra mikrofonu qoşaq. Sən oradan, mən buradan. Bərkdən uslit ellə bərkdən deyək ki, pul, bizə bir köpükdə heç kim atmayacaq. Bax buna əmin ol. Amma ora atacaqlar. Azər qoş, bizim Azər gəlir. Bizim Azər gəlir. Bildim atam. Bir aylıq güya uşaq. Bir öndə Esmira xanım danışırdı. Dedi Ceyranın gözü bir-birinə yapışıb. Vəziyyətdədir. Nabat nə yaxşılıq görübsə, nə görübsə Ceyrandan görüb uşaqlar. Yəni Nabatın bu günə qədər yeganə gördüyünsə Ceyranın bir dənə mən haqqında pis danışmaram. Düzü mən o çox səhvlərim keçib. O da özü bilir nəyə görə. Hər şeyə qarışırdı ona görə. Başqa Nabatın yaxşılıq gördüyü adam yoxdur. Yox. Tabii getdi. Uşağa körpü ilə yazmıyor da. O faktor uşaq var. Gözümüzün qabağında bu uşaq. Qardaş, bura artıq bankomata çevrilib, heç kimin xətrinə dəyməsin. Bu günləri pula ehtiyacımız varsa, çətinə düşmüşüksə, sırazu açılır canlı, 1 saat yarım ərzində 300-500 manatı yığıb çıxır. Ay atam, hər adama yığılmır, ne başa düşürsən? Başqalarına yığılmır ha, 5-3 nəfərin içindədir bu söhbət. Mən ömrümdə Allah haqqı bu TikTokdan 1 manat görməmişəm. O atılan hədiyyələri çıxmaq şərti ilə. Mən heç kim yəni deyə bilməz ki, gəlim 50 manat, 100 manat, 500 manat, 100 manat mən köməliyim olur. Demək ki, Azər elə hədiyyələrlə oynayır. Demişəm valla. Dedim, Allah haqqı. Biz buranın haqqı dedi, uşağa köməyə edəcəyim 2 manat pul atdılar bizə, pis o. Ondan başqa bir şey Yalandan yox. ağzınızı, özünüzü pis eləmiyorsun ha Sevda. Mümkün deyil o. Yalandan elə bax durarsan belə, uşaqlar dəstək olun, uşağı falan yerə aparacam. Pul atın, elə özün deyib özün işləsin. Deyib təmiz aplikasyon oynasın, başqa variantı yox. Hüseyin'e dilənçi yazmayın, özünüzə yığılanın. Hüseyin'in fakt uşağı var, Azər'in uşağı var. Hüseyin kirətəqalı, yəsizdir. Hüseyin'e dilənçi yazmayın, atın onu. At onu Hüseyin yazanı. Ayıb olsun sizə. Onun atası yox. Vallahi deyirlər bura ağızlardan gələn yazırlar. Utanmırsınız vallahi siz. Allah'ın dostu da deyirlər ki, bizi niyə söylürlər? Baba, bir qulağa zor eləyirəm, yaxşı eləyirəm. Ay yaxşı, ay sakit sən getmə. Ay atam, onlar vardı nə yolun yox. Biraz şu başımı çöndərin nereye gələm. Yazıblar. Yaxşı eləyirəm, zor eləyirəm. Yaxşısın. Sizə o qalıqçı uşaq var, boş yerə pulunuzu atmayın. Milyonsuzsuz. Məndən heç kim inciməsən. Mən pul yığan hər kəsə qarşıyam. Heç kim inciməsin. İstəyir Azər Sevda olsun, istəyir Hüseyin olsun, istəyir Aslan olsun. Qardaş, heç kimin heç kimə verəcəyi yoxdur. Kimin mənə qarşı etirazı varsa gəlsin, problem yoxdur. Mən hər kəsə qarşıyam. Ən yaxınım Aslandır. Dünən Aslana elə sözlər demişəm telefonda. Aslan mənim üzümə qayıtmadı. Amma o kimə desəydin, bəlkə də bıçaq götürüb gələr ki, sən mənəsən bu sözləri. Ondan sonra o canını bağladı. Dedim, ha, sən aşağıdan biz də söylürük ki, aşağıdan yazılan söyüşləri sən eşitirsən, oxuyursan. Ayda da bir bacısına adına 1000 manat götürüb ya da onun yanında olan bacısının pulunu ödəmirsə. Mən promoy adamam, mən arxaycan yox. Promoy özünə, alo, hardasan, filan şeyi səhv edirsən, dava tez o bağlı oranı. Hə, yaxşı qaka, yaxşı bir rəsm. Dedim, miqdar zad bilmirəm, ha, mən bağlı oranı. 2 manat pula görə, bir var, 3-4 cür istəmək qaydası var. Mən əsəbləşdim nəyə? Dostlar, ayıb da, bizim adımız, sanımız var. Onlar istəyərsən, yaxşı istəyirsən, belədir də, belədir. Deyiliş qaydası var. Uşaqlar, xəstəmiz var, uşaq var, yaxud kiraya pulu yığırıq, zəhmət olmasa imkanlı şəxslərdən bizə kömək eləsinlər. Onu heç kim atmaz. Ağlaya.
Belə olanda atırlar da qadın. Biz insanlar, biz müsəlmanlar 2 manat ona pul atırıq. Girişler onu kaldırıyor. Da çox istəyib, özün bilirsən. O bilir ki, mən onu hər dəqiqə narahat eləmərəm, yığmaram. Heç kimi tək ona aid deyil. Yox, yox, risk bilirəm. görürəm ki, nəsə vəziyyət odur, vəziyyət Ruscadır, mən yığıram. Yox, o sözlər Olmaz, yazılıb, sən də onu olmaz, götürməmsən, olmaz. dinləmirsən Mənim də də. səhvim olanda, mənim də səhvim olanda icazə verirəm. Qaynanamdır, qaynımdır, fərqi yoxdur. Deyən sizə eləsinlər ki, ay Pərviz, bax burada sən səhvin var. Olmaz. Yox, onu mən bilirəm ki, sən o sözlər yazılıb onun haqqında, sən də onu götürməyib Mən altı ona oxudum. görə zəng eləmirsən. Biabırçılıq, rusvayçı. Bir kəlmə deyilən ki, mən pravama решение düşün. Mən ki, Onu deməyib də, onu bax o normal sən şəkildə atarlar, atmazlar. Səhər mən onu yazırdı ki, danışdım. mən ağlamaq öldüm burada mığın əvəzinə. Elə də bu ağlaya bizi biabırçılıq, rusvayçılıq. Sən bilirsən ki, Ceylan, mən düzün danışan, promoy danışan adamam. Elə yox, elə pul istəmirlər. Yox, bilim, mən gördün, açan kimi girdim canınıza, yəni təşəkkür edirəm məni qoşduğunuza görə də, yəni minnətdaram. Yəni qoşdunuz, mən də sözümü dedim, yəni Nara xanıma da təşəkkür edirəm, yəni qoş sözlərinə görə. Bayaqdan elə mən açdım ki, sənin canın gəldi, baxırdım. Allah sağ ömür versin. Gördüm, Aslanla söhbət gedir, ona görə dayandım, mən çox baxmıram da, yəni gözüm imkan vermir, görə bilmirəm də, oxuya da bilmirəm yazıları, ona görə baxmıram. Biz artistlik edirsiniz, ağlayırdı, başa. Yəni ona görə o pravasının, yəni liçeniya deyirlər, nədir, ona gedirdi deyə, ona görə ona vacib pullardı bizi. Neçə adam ağız açdı, yəni yoxdur da, indi bu dəqiqə elə pis zamanı keçdim də Bir dənə yoxdur. söz deyim, Ona görə. Ay Ceyran ana, bir dənə söz deyim. Bəli, bəli. Böyüyürsən, Buyur. abarsan qalırsan. Deyim, boşandı da, boşandı. Ona nə olmuşdu ki, hələ şey götürməmiş boşanma kağızını. Tez birini apardı. Bir boşanırsan, bir özünü tut, bir özünü rahatla, bir 2 il işlə, əlinə 5 manat pul sal. Elə arvad almağa nə var ki, hamı alır. Bunu Mən bu canlıda o söhbət istəmirəm müzakirəyə qoyulmağın, tərəfdarı deyiləm. Yəni təşəkkür edirəm hər şeyə görə. Nara xanım, sizə yəni çox hörmətim var. Yəni bu söhbəti bağlayın. İndi başlayın özünüzdən danışın. Nə bilim öz probleminə, hər an özünə görə problemi var, oradan danışın. Yəni yenə də sizə təşəkkür edirəm hər şeyə görə. Baxla, baxın. Yəni mən Azərın oğlunun həqiqətən də 21 yaş 6 aylıqdır. Həqiqətən mən o uşağı o gün gördüm, qışqırır, onun nervləri də pozulur, uşaq yerimir deyə o uşaq elədir həqiqətən də. Mən Azərinin dalaşmışam. Bilirik, biz bilirik, onu bilirik ki, o uşağa ehtiyac var. Yəni deməyim odur ki, Kim atın görək kim atır. Nə olar? yəni yenə də deməyim odur ki, yəni mən heç birindən də xəbərim olmayıb, mən heç birinin qapısına elçi getməmişəm, bunu hamı da bilir, bütün efirdə də səsləndirmişəm, hər yerdə də deyirəm, bax bu canlıda da deyirəm, Pərvizin canlısında da deyirəm ki, yəni mən danışın, Arto elə olub da, olanı danışırsan, kimsə nə deyə bilər? Heç birisinə getməmişəm. Mən elçi gedib oğluma qız bəyənməmişəm, yəni mənim heç nədən xəbərim olmayıb. Yəni buna görə də mən heç bu söhbəti açmıram da, heç nə də demirəm, qarışmıram. Alıbdı, özü bilər, özləri üçün kesinliklə xoşbəxt olsunlar, hər kəs. Hamının balası. Mən heç kimə heç nə demirəm. Yəni mən heç nə də, onsuz da heç nəsiz mən günahkaram. Məni səhv tuturlar, günahı mənə yıxırlar, Mən boşanan mənə hal-hazırda səndə heç bir səhv tutmuram. Əvvəllər biz aramız yaxşı deyil idi. Ancaq indi aramız əladır. Ceyran nədir? O dolu paranı yandırır, su olu paranı söndürəcək. Nə də ki, qabaqçı kimi heç nəyə qarışmırsan, sakitcə heç bizə də qarışmırsan. Mənlik deyil, yəni Allah hər kəs öz yerində, öz evində mənim sənə qarşı heç bir etirazım, heç bir şeyim yoxdur. Hələ mənim sizə qarşı səhvlərim olub, özün bilirsən də hardan nətər. İndi olub keçib də böyük. Onun heç atmaqda heç nə də demək lazım deyil. Hamının evində də söz var, mən biraz əsəbiyəm, narkoz görmüşəm. İncilik də var, hər şey var. Mən elə şeylərin dalına düşən də deyiləm, nə də ki elə kinli adam deyiləm. Mən səndən yenə deyirəm, son ayların hesablasın. də, danışmışam da. Nəyim yoxdur. Yəni yenə də deyirəm. Sənin problemin heç bir şeyim yox. Pərvizin evi ata-anası ilə özünə, bacısına qismət, yəni öz ailəsinə, özlərinə qismət olsun. Hər kəsin öz yuvası. Yəni mən heç vaxtla da razı da olmaram. Heç Pərviz gəlib desə də mən getmərəm. Heç vaxt. O bilir. Xasiyyətimi də bilir. Mən yəni lazım olanda qızımdır. Zəng eləyirəm ki, gəl bala 5-3 gün mənim yanımda qal, dünən gəlir. Yəni ailədən icazəli gəlir, qalır, yola da salıram. Lazım gəlir, lap özüm aparıb evə qoyub gəlirəm, vəssalam. Yəni hər şey qaydasındadır. Bizdə heç bir inciklik, narahatçılıq yoxdur.
Bu qədər, yəni Allah hamımıza can sağlığı versin. Yəni bu söhbət Aslan söhbətində bağlayın. İndi özünüzdən Allah hər kəsin ruzusunu Allah versin. O kiminsə 1 manatı, 2 manatı indi köməkli o heç, amma atanları da Allah cibinə, kisəsinə Mən bərəkət yenə bir versin. söz deyim. Hər kəsə köməkli O olsun. Aslanı atmasa öz cibində qalacaq da. Aslanı atmayıb mənim cibimə gətirib qoymayacaqdı ki, o pulu atan. O hay Aslanın cibinə girdi, hay o atanın cibində qaldı. 5-də alacağım yox, 6-da verəcəyim yox. Hər Mən kəsə, danışdığım yəni söhbət məsələn, odur ki, Pərvizə də ehtiyac var. Yəni atsalar mən də sevinərəm. Valla mən özüm mən də elə özüm bilirsən ki, 4000 bankilərə verəcəyim var. Mən bəlkə bilirsən, bilmirsən. Mən Allaha and olsun bircə dəfə olsun özümə sıxışdırıb bircə dəfə bura bir dənə 4169 yazmamışam. 7388 yazmamışam ki, birdən insandır da hərənin beyninə bir fikir gələr. Deyərlər, ay, Pərvizə keçdi dilənçiliyə, Pərvizə başladı bu yolun yolcusu. Ayıb bilmişəm özümə, Allaha and olsun. Çox ayıb bilmişəm ha. Amma bəlkə də Aslan ağırlığında problemlərim var hal-hazırda. Yox, Aslan qədər olmasın. Yəni Aslan həqiqətən Aslanın da çoxdur. Bilirəm sənə də ehtiyacdır. Atsınlar. Valla hər kəsəni yenə deyirəm, atanlara da Allah cibinə bərəkət versin. Hər kəsə kömək eləsinlər. Kömək lazımsa, yəni hamını bir-birindən yəni seçilməsin. Mən də razı olaram buna. Amma ki, qaldı getdi də ki, Allah haqqı Aslan gecəni də səhərə qədər işləyir. O qədər o işdə olur ki, inansın bu dəqiqə ona nə qədər müalicə lazımdır. Açığı budur da. Özümünki olsa da deyirəm, məndə problem deyil. Sənlə mən danışacağım WhatsApp'da. Yaşdayan ciqan. Talaşma. Mən çıxıram. Sən də dağıdırsan buranı, səninlə də işim var. Sabah saat 8-dən açan kimi sən çıxırsan qabağıma. Ekranı tıkla, o şey kimdir o? Bir dənə combul var ya, oturursan oyna ayağa durmaqdan. Nəysə, başınızı ağrıtmayaq. Yəni Allah hamıza kömək olsun, hamızın da işi zavand eləsin. Allah ruzu versin, Allah özü ruzu versin. Yaxşı. O indi müvəqqətidir. 5 adam, 2 adam, 3 adam atır, böyün atacaq. Məsələn, ömür boyu atmayacaq ki. Allah heç kimi də çətinliyə salmasın ki, kimlənsə kömək istəsin. Heç kimi. Mən bunu arzu eləmirəm, valla. Çox pis şeydir. Onun bunun sözünü eşdə. Oradan 5-3 manat pulu götürmək. O elə ölümlə mübəsslə gedib o zulmdən o söhbəti Allah heç kimə nəsib eləməsin ki, o sözü götürsün. Əlacsız qalıb o sözü qəbul eləsin. Yəni çox çarəsizlik, deyilən bir şey var. Nə qədər göz yumasan, yenə də o gecə saat 1-də 2-də yuxudan ayrılırsan, o sözlər yadıva düşür, yazılanlar, deyilənlər təsir eləyir. Fikir vermə, sən də özündən müğayət ol, fikir vermə hər şeyə. Hər o pis yazılanları üstündən keş-get, heç sayma. Saydıqdan o deyir, itə daş atdıqdan it sənə tərəf gələcək. Ona görə də elə 100 keç heç sayma günün. Yaxşı, gecəs xeyrə qalsın, mənim də çıxart Pərviz oradan. Mən çıxa bilmirəm. Gecəs xeyrə qalsın, özünüzdən müğayət olun. Sağ ol, gecən xeyrə.